Suada filmi haqqında danışanda ilk olaraq soruşmuşdum ki, film harda yayımlanacaq. Səhnəyə görə çox qorxurdum. Yeri gəlmişkən filmdə öpüşdüyüm adam doğmaca ərimdi. Başınız xarab olmasın. Yeni Sabaha istinadən bir xəbərdir bu. Bu xəbərdə sözlər son günlərin gündəmi zəbt edən Məhsəti filmində eyni adlı obrazı canlandıran aktrisa Fərqanə Abdullayeva deyib. O, sosial media hesabında növbəti paylaşımını edib. Belə ki, Suada dedim ki, utanıram ki, atası, anası görər, bunun görünməsini istəmirəm. Yəqin ki, ancaq xaricdə yayımlanacaq. Festivallarda göstəriləcək. Dedi ki, bu festival filmidir. Sağ olsunlar. Azərbaycanda isə hamı gördü. Bunu tirajlayaraq təkrar niyə verirsiniz? Bir şeyin fərqinə vardım ki, insan nədən qorxursa, təəssüflər olsun ki, onu yaşayır. Azərbaycan kimi cəmiyyətdə sən nə edirsənsə elə, səni anlamırlar, anlamayacaqlar da. Bu yəqin ki, ilk deyil, son da olmayacaq. Hələ ki, məni çox meydanlarda çıxardıb daşlayacaqlar. Əsəblərin birlə ancaq özünə gələr. Yoxsa hər gün Azərbaycanda gündəm olmaq çox ağırdır. Qəlbiniz nə qədər qara və daşdan olmalıdır ki, ağlınıza gələni yaza bilmək cəsarətində olasınız deyə aktrisa öz açıqlamasında bildirib.